Artıq ən ağıllı uşaq ən çox məlumatı bilən deyil. 20 il əvvəl ən ağıllı uşaq ən çox məlumatı bilən hesab olunurdu. Bəs bugün telefonumuzda və ya süni intellektdə bəlkə də dünyanın ən böyük kitabxanası var. Yəni məlumatı tapmaq artıq problem deyil. Problem o məlumatı qiymətləndirə bilmək. Elə bir dövrdə yaşayırıq ki, artıq 21-ci əsr bazarlıqlarından danışmaq kifayət etmir. Texnologiya o qədər sürətlə dəyişir ki, demək olar hər ilin öz bazarlıqları formalaşır. Buna görə də biz övladlarımızı məlumatla deyil, düşünmə bacarığı ilə təsis etməli. OECD və Dünya İqtisadi Forumu gələcəyin əsas bacarıqları sırasında analitik düşünmə, tənqidi düşünmə və əsaslandırılmış qərar verməni göstərir. Bəs bunu uşaqlarımıza necə öyrədir? Onlara hər məlumatı qəbul etməyi yox, sorğulamağı öyrədir. Məsələn, birlikdə xəbər oxuyanda və ya internetdə nəsə görəndə bu sualları verir. Bunu kim yazıb, hansı mənbəyə əsaslanır, bunun sübutu varmı və ya başqa etibarlı mənbələr də eyni şeyi deyirmi? Hətta çox sadə bir sual verin, həm özünüzə, həm də övladınıza. Əlavə vəsait olaraq istifadə etdiyiniz nəşrlərdəki layihə rəhbərləri və ya müəlliflərin hər hansı bir ali təhsili varmı? Bu sualı araşdırdıqda çox acı bir gerçəklə qarşılaşacağınıza əmin ola bilərsiniz. Araşdırmalar göstərir ki, uşaqlar bu cür dialoqlar vasitəsilə tənqidi düşünmə bacarığını daha effektiv şəkildə inkişaf etdirirlər. Müəllim və valideyn cavabı demək əvəzinə bu sualları verdikdə uşaq tədricən özü düşünməyə başlayır. Çünki gələcəkdə uşaqlarımızı fərqləndirəcək onların nə qədər məlumat bildikləri deyil, hansı məlumata niyə inandıqları və həmin məlumata əsasən necə qərar verdikləri olacaq.